ilahidir. Qəbirdə olanlardan soruşsaydılar ki, siz nə istəyirsiniz? Onlar deyərdilər ki, Ramazandan bir gün istəyirik dünyadan. Ramazanın son gecəsi haqda nə deyə bilər? Sünnə oruçları, Şəvval orucu da bu xətaların örtülməsinə, bu günahların örtülməsinə bir səbəbdir. Bir kəs Ramazan ayında 2 rükət namaz qılır və yaxud da Ramazandan kənar bir ayda 2 rükət namaz qılır, onların savabı eyni deyil. Esselamu aleykum və rahmetullah, əziz izləyicilər. Sizi vəhiy mənbəyindən, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hicrət diyarından, ənsarların vətənindən, Mədinə şəhərindən salamlayırıq. Artıq Ramazan ayının sonuna yaxınlaşırıq və qarşımızda müqəddəs, müsəlmanların 2 bayramından biri olan Ramazan bayramı gəlir. Ramazanın bitişi ilə müsəlmanların qəlbində həm sevinc, həm kədər hissi olur. Sevinç hissinin səbəbi qarşımızdakı müqəddəs Ramazan bayramıdır. Kədərimizin səbəbi isə bu mübarək, müqəddəs ayın bitişidir. Biz bu ayda Allahın rəhmətinə nail olmuşuqmu? Rəbbimizə layiqincə ibadət etmişikmi? Yoxsa Allah Rasulü sallallahu aleyhi və səlləmin buyurduğu kimi Ramazanın bitməsi ilə biz bağışlanmamışıq və burnu yerlə sürülənlərdənmi olmuşuq? Elə birinci sualım da bu haqda olacaq. Elə isə gəlin sizə bugünkü qonağımızı təqdim edeyim. Bugünkü qonağımız Mədinə İslam Universitetinin məzunu Emin Haqverdiyevdir. Xoş gəlmisiniz Emin müəllim. Xoş gördük, Allah razı olsun. Emin müəllim, hamımıza məlumdur ki, Ramazan ayı artıq bitir və müsəlmanların bəziləri bu ayı haqqı ilə aləmlərin Rəbbi olan Allaha ibadətdə, itaətdə keçirdib. Bəziləri isə bunun əksinə Ramazanda istər səhlənkarlıq, istər günahlar baxımından bəzən səhlənkarlıq ediblər. Bu haqda nə deyə bilərsiniz? Bu qeyd etdiyim hər iki şəxs haqqında nə deyə bilərsiniz? Bismillah və salatu və selamu alə Rasulillah. Bəli, gözəl qeyd elədiniz ki, artıq Ramazan ayı bitmək üzrədir. Yəni, sayılı günlər qalıb. Ümumən, Ramazan ayı sayılı günlərdir. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ramazan barəsində əyyəmən məhdudət, yəni Ramazan ayı sayılı günlərdir. Yəni, subhanallah, bu sayılı günlər də çox tez gəlib keçir və təbii ki, bir müsəlman kimi də bunun bitməsinə bir çoxumuz kədərlənirik ki, çünki bilmirik ki, günahlarımız bağışlandı mı, yoxsa bağışlanmadı mı və Allaha dua edirik ki, Uca Allah günahlarımızı bağışlanan qullardan eləsin. Və Ramazanda da subhanallah insanların halı müxtəlif olub. Bəzilərimiz Ramazan fürsətindən istifadə eləmişik, ibadətlərdə, itaətlərdə daha güclü olmağa çalışmışıq. Bəzilərimiz də günahlar içində, yenə subhanallah, baxırsan ki, bir çoxlarının halı Ramazandan öncəki halla Ramazandan sonraki hal fərqlənmir. Yalnız orucdan başqa. Yəni, Ramazandan öncə həyat necə idisə, Ramazanda da həyatını o cür davam eləyir. Günahlarla, asirliklərlə, az ibadət eləməklə, az zikirlər eləməklə və s. Və Ramazan da gəlir, yalnız oruc tutur və halı da dəyişmir. Və bu da subhanallah yaxşı əlamət deyil. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir Cəbrail əleyhissalam mənə gəldi və dedi ki, bədbəxt olsun və yaxud da ziyana uğrasın o kəs ki, Ramazan ayı girər və o da Ramazan ayından bağışlanmamış çıxar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də amin deyir onun duasına. Və subhanallah, bu da çox təhlükəli bir haldır. Və artıq Ramazan ayının əksər günlərini arxada qoymuşuq. Yenə az bir günlər qalsa da, yenə də tövbə qapısı açıqdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nə qədər ki, ruh boğazı çatmayıb və günəş də batdığı yerdən çıxmayıb, tövbə qapıları açıqdır. Yəni, Uca Allah tövbələri qəbul edir. Yəni, bu qalan 7 gündənmi, 6 gündənmi, 5 gündənmi, yəni faydalanmalıyıq. Ən azından elədiyimiz təqsirlərə görə, günahlara görə Ramazanda ona görə tövbə eləməliyik. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayı gələndə cənnətin bütün qapıları açılar və oradan heç bir qapı bağlı qalmaz və cəhənnəmin də bütün qapıları bağlanar və cəhənnəmin heç bir qapısı açıq qalmaz və şeytanlar da zəncirlənər. Və Allah da Ramazan ayı hər gecə cəhənnəmdən xilas elədiyi qullar vardır. Yəni, Ramazan ayı bir fürsətdir ki, bu ayda bağışlanasan, günahların bağışlansın, Allaha tövbə eləyəsən və cəhənnəm odundan, cəhənnəm əzabından xilas olmuş olarsan. Məşhur qissədir, hamımız bilirik. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına 2 kişi gəlir, 2 qardaş gəlir və İslamı qəbul edirlər və Peyğəmbər sallallahu aleyhi və səlləmə beyət edirlər. Və cihad vaxtı onlardan biri
daha çox möhkəm idi ibadətlərində, itaətlərində, cihad vaxtı şəhid olur. Və digər qardaşı isə şəhid olan qardaşından 1 il artıq yaşayır və adi ölümlə dünyasını dəyişir, şəhid olmur yəni. Və Talha radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən olan yuxuda bu iki qardaşı görür. Görür ki, bu iki qardaş qiyamət günü gətirilir. Adi ölümlə ölən qardaş şəhid olan qardaşdan daha öncə girir cənnətə. Yəni birinci cənnətə o girir, sonra şəhid olan qardaşı girir. Və Talha radiyallahu anhu gəlir yuxusunu Peyğəmbər sallallahu aleyhi və səlləmə danışır, yəni təəccüblə danışır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, səni təəccübləndirən nədir? Deyir, ya Rasulallah, o biri qardaşı şəhid qardaşından daha öncə girdi cənnətə. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bəli, çünki deyir o, ondan bir Ramazan artıq yaşadı. Yəni, bir Ramazan daha çox gördü və ondan çox səcdə elədi və zikr elədi. Yəni, subhanallah, baxın, Ramazan ayı necə bir fürsətdir ki, insanın hətta cənnətdə dərəcəsinin artmasına bir səbəbdir. Həmçinin Ramazan ayında elədiyin əməllə digər ayda olunan əməllər savabların dərəcə baxımından eyni deyil. Məsələn, bir kəs Ramazan ayında 2 rükət namaz qılır və yaxud da Ramazandan kənar bir ayda 2 rükət namaz qılır, onların savabı eyni deyil. Hətta ümrə belə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan ayında ümrə eləyərsə, sanki mənimlə bir yerdə həcc etmiş kimidir. Yəni, bu sırf Ramazana xasdır. Və yaxud da 5 manat Ramazanda sədəqə verərsən, 5 manat Ramazandan kənar, ancaq ki, bu ondan daha üstündür, dərəcə etibarilə, əcr etibarilə, savab etibarilə ondan daha üstündür. Ona görə Ramazan bir fürsətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Allah üçün bir gün oruç tutarsa, Allah onunla cəhənnəm arasını 70 il məsafədə uzaqlaşdırar. Subhanallah, sən Ramazanda 30 gün oruç tutursan və hər bir günlə görə də 70 il cəhənnəmlə məsafə uzaqlaşır. Və bu da Allahın bizə bəxş elədiyi bir rəhmətdir. Və Ramazanda topladığımız savabları da digər ayda toplaya bilmirik. Ona görə bu günə qədər kim xeyir əməllər eləyibsə, qoy xeyir əməllərini artırsın, xeyir əməllərində davamlı olsun. Necə ki, sələflər Ramazanı 6 ay öncədən Allaha dua eləyərdilər ki, Allah onları Ramazana yetişsin və Ramazandan da 6 ay sonra dua eləyərdilər ki, Allah onları Ramazanda bağışlanan qullardan eləsin. İbnül Cəvzi rahimehullah deyir ki, deyir, vallahi deyir, qəbirdə olanlardan soruşsaydılar ki, siz nə istəyirsiniz? Onlar deyərdilər ki, Ramazandan bir gün istəyirik dünyadan. Və subhanallah, həmin gün bu gün sənə verilib. Yəni, baxmayaraq ki, ötən günləri günah içində keçirmişsən, ən azından bir həftə qalıb Ramazanın bitməsinə, 5-6 gün qalıb, ən azından bu günləri çalış. O biri günlərdə elədiyin təqsirlərə görə tövbə elə, Allahdan bağışlanma dilə və geridə qalan günləri sadiq olaraq, ixlasla Allah üçün ibadətdə keçir, Quran oxumaqda keçir. Bu ay Quran ayıdır, zikr ayıdır, ibadət ayıdır, təravihlərə get, imamla bir yerdə namaz qıl ki, bəlkə Allahın bağışlanan qullarından olasan və yaxud da Allahın cəhənnəmdən xilas etdiyi qullarından olasan. Allah razı olsun müəllim. Həqiqətən bu dediyiniz məlumatlardan sonra insan Ramazan ayının nə qədər dəyərli olduğunu başa düşür və bizim necə də böyük nemət içərisində olduğumuzu başa düşürük. Bilirik ki, hələ Ramazan ayı tam bitməyib və qarşımızda Qədr gecəsinin olması ehtimal olan gecələr var. 27-ci gecə və 29-cu gecə. Bu gecələr haqqında nə deyə bilərsiniz? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qədr gecəsini Ramazanın son 10 gecəsinin tək gecələrində axtarın. Yəni, son 10 gecənin tək gecələri 21, 23, 25, 27 və 29-cu gecələrdir ki, bu gecələrdən birinə də Qədr gecəsi təsadüf eləyir. Və subhanallah, Qədr gecəsi də hər il eyni gecəyə mi düşür, yoxsa dəyişirmi? Alimlər arasında ixtilaf var. Və ona görə də hər bir müsəlman çalışmalıdır ki, bu 10 gecənin hamısından faydalansın. Ki, məsələn, Qədr gecəsini dərk eləmək istəyiriksə, yəni Qədr gecəsinin savabını götürmək istəyiriksə, son 10 gecədə hər gün imamla təravih namazını sona qədər qılarıqsa, bütün Qədr gecəsini ibadət etmiş kimi savab qazanarıq. Düzdür, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim imamla təravih namazlarını sona qədər qılarsa,
gecə namazını, yəni bütün gecəni ibadət etmiş kimi savab qazanır. Yəni imamla başlayırsan namazı ta bitirənə qədər. Bəzi məscidlərdə 11 qılınır, bəzilərində 23 qılınır, fərqi yoxdur. 23-sə 23-ün hamısını qılırsan, 11-sə 11-in hamısını qılırsan, yəni əvvəldən sona qədər bütün gecə namazını məsciddə cəmaatla qılırsansa, son 10 gecədən hamısında bunu eləsən, Qədr gecəsini ibadətlə keçirmiş sayılırsan. Və Qədr gecəsində ibadətlə keçirməyin savabı böyükdür. Ki, Uca Allah Quran-ı Kərimdə Qədr gecəsi haqqında nə deyir? Deyir ki, Leylətul Qadri xayrun min əlfi şəhr. Deyir, Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Yəni 1000 ay 83 ildən artıq bir vaxt eləyir. Yəni Qədr gecəsində elədiyin ibadətdən qazandığın savabı həmin ibadəti 83 il eləsən, qazandığın savabdan daha çoxdur. Məsələn, Qədr gecəsində deyək ki, 2 rükət namaz qıldın. Həmin 2 rükət namazı sən 1000 ay qılsan, bu 2 rükət namazın savabı daha böyükdür. Və subhanallah, bu da çox böyük əcrdir. Və həmin gecəni ibadətlə keçirsən və yaxud da imamla bir yerdə bütün təravihi qılsan, həmin gecəni ibadətlə keçirmiş sayılırsan və daha çox savab qazanırsan. Və yaxud da həmin gecə sədəqə verirsən, həmin gecə zikr eləyirsən və yaxud da 10 günə böl, hər gecə sədəqə ver bir hissə, hər gecə bir xeyir əməl elə, hər gecə bir yaxşılıq elə, hər gecə bir ibadətdə keçir ki, həmin gecənin savabını əldə etmiş olasan. Ki, bu da qiyamət günü tərəzidə ağır gələn əməllərdəndir və Qədr gecəsi haqqında Allah subhanahu wa ta'ala nə deyir? Deyir ki, həmin gecədə mələklər və Cəbrail əleyhissalam yerə nazil olar. Qədr gecəsi, yəni şərəfli gecə deməkdir və yaxud da təzim olunan gecə deməkdir. Və həmin gecədə necə ki, müfəssirlər deyir, ayənin təfsirində ki, mələklər o qədər çox yerə nazil olurlar ki, yer üzündə sıxlıq yaranır. Və Allah subhanahu ta'ala Quran-ı Kərim deyir ki, Sələmun hiyə həttə mətla'il fəcr. Və həmin gecə səhərə qədər əmin-amanlıq olar. Nədən əmin-amanlıq olar? Həmin gecədə möminlərin cəhənnəmdən qurtulması üçün böyük səbəbdir. Yəni cəhənnəmdən və əzabdan möminlər üçün bir əmin-amanlıq gecəsidir. Ki, bu fürsətdən də mömin yararlanmalıdır. Müəllim, bəs Ramazanın son gecəsi haqqında nə deyə bilərsiniz? Ramazanın son gecəsi haqqında xüsusi bir dəlil, xüsusi bir nas şəriətdə varid olmayıb. Ramazanın son gecəsində cəhənnəmdən qurtulanların sayı bütün Ramazanda cəhənnəmdən qurtulanların sayından çoxdur. Bu hədis də uydurmadır. Yəni səhih deyil Peyğəmbər sallallahu aleyhi və səlləm adından, bəli. Ona görə də bu hədisi də zikr eləmək olmaz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin adından yalan danışmağa girir. Ramazanın son 10 gecəsi də digər 10 gecələrdən biri kimidir. Savabı, əcri və s. Ramazanın bütün gecələri qiymətlidir. Sonuncu gecəsini xüsusiləşdirən bir hədis gəlməyib. Ancaq ümumən deyə bilərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, İnnəməl əməlu bil xavatim. Həqiqətən də əməllər sonluğa görə qiymətləndirilir. Yəni sona doğru yaxınlaşdıqca əməllərini daha da artıra bilərsən ki, daha da çox faydalanasan. Ancaq ki, xüsusiləşdirmək ki, son gecədə xüsusi ibadət edeyim, xüsusi nələrsə gəlib, xeyr, buna dair bir dəlil yoxdur. Peyğəmbərimizin sünnəsində belə bir şey yoxdur. Xeyr. Müəllim, bilirik ki, müsəlmanlara fitrə zəkatını vermək vacibdir. Bəs bu fitrə zəkatı miqdarı nə qədərdir və nə zaman çıxarılmalıdır və ən önəmlisi kimlərə vacibdir? Fitrə zəkatı hər bir müsəlmana vacibdir. Necə ki, Abdullah ibn Amr radiyallahu anhına buyurur ki, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm fitrə zəkatını çıxarmağı hər bir müsəlman kişiyə və qadına, yaşlıya və cavana, azad olan kimsəyə və qul olan kimsəyə fərz etmişdir. Yəni, farada fərz etmişdir, burada artıq niqaş eləmək olmur. Yəni, deyə bilmərik ki, fərz müstəhəb mənasında gəlib, xeyr. Fərz, Peyğəmbər sallallahu aleyhi ve sellem bir şey vacib etsə, fərz etdirsə, bu artıq fərz hökmündədir, yəni vacib hökmündədir və bunu çıxartmaq da vacibdir. Kimə vacibdir? Fitrə zəkatı çıxarmaq üçün var dövlət sahibi olmaq şərt deyil. Məsələn, adi malın zəkatı kimi deyil fitrə zəkatı. Məsələn, bir kimsənin özünə və ailəsinə yetəcək qədər, yəni bayram axşamı və bayram günü, deyək ki, bir gün və bir axşam yetəcək qədər azuqəsi varsa və ondan əlavə varsa, artıq ona fitrə zəkatı çıxarmaq vacibdir. Yəni, şərt deyil varlı olmasa. Ola bilsin, özü fitrə zəkatı götürməyə, yəni haqlı olan kimsə olsun, yəni ona fitrə zəkatı verilsin və hətta ona da vacibdir ki, fitrə zəkatı çıxarılsın və yaxud da ona verilən fitrə zəkatından belə
fitrə zəkatı çıxara bilər. Yəni bunda bir problem yoxdur. Həmçinin fitrə zəkatının miqdarı nə qədərdir? Ərzaqdan ərzaqa dəyişir. Yəni dedik ki, fitrə zəkatı xurmadan verə bilərik, undan verə bilərik, düyüdən verə bilərik, kişmişdən verə bilərik və s. Yəni ərzaqdan ərzaqa fitrə zəkatının miqdarı dəyişir. Yəni bəzi ərzaqlarda 2 kilo, bəzilərində 2 kilo, 200 qram, 400 qram, 2 kilo yarım və s. Ancaq belə deyək, 3 kiloqram çıxarsan artıqlamasından bəhs edir. 3 kiloqramı da qarışıq çıxarmaq olmaz. Yəni bir adamın adından eyni ərzaq növü çıxarılmalıdır. Ailədə 5 nəfərdirsə, məsələn 15 kiloqramı qarışıq çıxarmaq olar. Ancaq ki 3 belə, yəni 5 dənə qarışıq. Bir adamın adından məsələn kilo yarım buğda, kilo yarım xurma çıxarmaq olmaz. Yəni üçünü də 3 kilo tam olmalıdır. Bəli, eyni növ ərzaqdan eləyirik. Fitrə zəkatının vaxtı nə vaxtı? Vacib olan vaxtı var, bir də icazəli olan vaxtı var. Vacib olan vaxt hansıdır? Ramazanın sonuncu günü, günəş batandan sonra, bir də bayram namazına qədər həmin vaxt fitrə zəkatını çıxarmaq artıq vacibdir hər bir müsəlmana. Ancaq ki, ondan əvvəl, yəni bayramdan 1 və yaxud da 2 gün əvvəl də çıxarmaq olar fitrə zəkatını, bu icazəlidir. Yəni buna icazə verilib ki, bayramdan 1 və yaxud da 2 gün öncə fitrə zəkatı çıxarılsın. Ancaq ki, artıq günəş batdısa, sonuncu gün Ramazanın fitrə zəkatını çıxarmaq vacib olur. Bəs bəzi insanlar fitrə zəkatını pulla çıxardırlar. Nə dərəcədə düzgündür? Fitrə zəkatını pulla çıxarmaq icazəli deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında pul da olub dinar, dirhəm, qızıl, gümüş və s. Ancaq ki, pulla çıxarıldığı nə Peyğəmbər sallallahu aleyhi və səlləmdən, nə də sahabələrdən gəlməyib. Zaten bunun adı da zəkatül fitrdir, fitrə zəkatı, yəni ərzağın zəkatı. O biri zəkatın adı nədir? Zəkatül məl, yəni pulun zəkatı, malın zəkatı. Bunun da adı zəkatül fitrdir. Elə adından da görünür ki, ərzağın zəkatı. Həmçinin hədisdən də Abdullah ibn Ömər radiyallahu anh'ın sözündən də ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə fitrə zəkatını xurmadan, buğdadan, ondan çıxarmağı əmr etmişdi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında da, sahabələrin vaxtında da fitrə zəkatı həmişə ərzaqla çıxıb və pulla çıxarmaq olmaz. Müəllim, bilirik ki, müsəlmanın 2 bayramı var. Qurban bayramı və Ramazan bayramı. Qurban bayramı 4 gün qeyd edirik. 1 gün bayram, 3 gün isə təşrik günləri. Ramazan bayramı neçə gündür bəs? Ramazan bayramı da 1 gündür. Yəni Qurban bayramını qeyd elədiyiniz kimi 4 gündür, təşrik günləri ilə bir yerdə. Ancaq Ramazan bayramı isə 1 gündür, Eydül Fitr. Yəni o da Şəvval ayının 1-nə təsadüf edir. Müəllim, bəs bayram namazı kimlərə vacibdir? Bayram namazı fərzdir. Yəni muqim olan, yəni yerli olan, ağlı başında olan, həddi buluğa çatmış hər bir müsəlman kişiyə bayram namazını qılmaq fərzdir, farz ayındır. Yəni bayram namazını üzürsüz yerə tərk eləmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm hətta heyzli qadınlara belə bayram namazını getməyi əmr eləyib. Yəni heyzli qadınlar namaz qılmırlar, ancaq ki bayram xutbəsini dinləyirlər. Yəni bayram namazı qılmaq doğru olan odur ki, hər bir müsəlmana vacibdir. Kimlərə vacib deyil? Üzr sahiblərinə. Müsafirdir, yəni səfərdədir və yaxud da xəstədir, yəni məscidə gələ bilmir və yaxud da ağlı başında deyil və yaxud da həddi buluğa çatmayıb. Bu insanlara bayram namazı vacib deyil. Ancaq geridə qalan, bəli, bayram namazı qılmaq fərzdir, yəni vacibdir. Allah razı olsun müəllim. Bəzən insanlar bayram namazına kimi heç nə yemirlər. Sanki oruç tuturlar. Bu nə dərəcədə düzgündür? Biz bayram namazına az getməliyik, yoxsa nəsə yeməliyik səhər? Bayram günləri oruç tutmaq haramdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günləri oruç tutmağı qadağan edib. İstər bu yarım gün olsun, istərsə də tam bir gün olsun. Bayram günün oruç tutmaq olmaz. Düzdür, məsələn, yayılıb ki, bəzi insanlar günortaya qədər oruç tuturlar və s. Bunlar hamısı icazəli deyil. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bayram namazına getməzdən öncə tək sayda xurmalar yeyərdi. Yəni xurma yeyərdi, tək sayda, sonra bayram, bəli, sonra bayram namazına gedərdi. Bu da onu göstərir ki, həmçinin bayram gününün sünnələrindən də biri nədir? Bayram namazına gedərkən xurma yemək. Yəni bayram günü oruç tutmaq qadağandır. Müəllim, bayram namazı haqqında da bəzi sünnələri qeyd etsəydiniz gözəl olardı. Deməli, bayram gününə aid olan sünnələrdən bəziləri bayram günü qüsl almaq, yəni namaza getməzdən öncə qüsl alırsan, gözəl paltar geyinmək, ətirlənmək, yəni ətirlənmək kişilər üçündür, yəni qadınlara ətirlənib çölə çıxmaq olmaz. Həmçinin namaza getməzdən əvvəl xurma yemək, tək sayda xurma yemək, bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindəndir.
Ondan sonra təkbirləri demək ki, bu da bayram gecəsindən bayram namazına qədər təkbirləri deyirik. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Bu da müstəhəb əməllərdəndir, bəyənilən əməllərdəndir. Həmçinin bayram namazına gedərkən fərqli yolla geri qayıtmaq. Bunda hikmətlərindən odur ki, daha çox müsəlmanları görürsən, daha çox insanlara salam verirsən, daha çox insanlarla təbrikləşirsən. Həmçinin bayram namazının sünnələrindən, bayram gününün sünnələrindən təbrikləşməkdir. Yəni bu gün münasibəti ilə həmçinin deyirsən təqabbalallahu minna və minkum. Allah sizdən də bizdən də qəbul eləsin salih əməllərimizi. Ghafarallahu lana və lakum. Allah bizi və sizin günahlarınızı bağışlasın və s. Yəni həmin gün təbrikləşmək də həmin günün sünnələrindəndir. Müəllim, son olaraq Şəvval orucu haqqında sual vermək istəyirəm. Şəvval orucunun fəziləti nədir və bu orucu tutan müsəlmana Allah nə vəd edib mükafat olaraq? Və biz bu orucu, Şəvval orucunu bildiyimiz kimi 6 gündür. Bu 6 günü ard-arda tutmalıyıq, yoxsa Şəvval ayı ərzində istədiyimiz gün tuta bilərik? Bildiyimiz kimi Şəvval orucu da və yaxud da Şəvval ayında bu 6 gün oruç tutmaq, bu da xeyirli mövsümlərdəndir ki, Ramazandan sonra gəlir. Amma bu odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan ayında oruç tutarsa və ardınca 6 gün Şəvval orucunu tutarsa, bütün ili oruç tutmuş kimi savab yazılar ona. Yəni Ramazan ayını oruç tutursa və Şəvval ayının 6 günü oruç tutursa, bütün il boyu, yəni 12 ayın hamısını oruç tutmuş kimi savab qazanırsan. Yəni Ramazan ayı 30 gündür. Yəni bir yaxşı əməl ona vurulur qarşılıq olaraq, düzdür. 30 gün 300 günə bərabərdir, bu 10 aya bərabərdir. Şəvval ayı da 6 gündür, 60 günə bərabərdir, bu da 2 aya bərabərdir. Yəni 12 ay, yəni bir ili tamamlamış olursan. Şəvval ayda subhanallah xeyir əməllər mövsümüdür. Həmçinin Ramazandan sonra dərhal orucunu tutmaq, məsələn, salih əməllərdə davam eləmək kimi bir səbəbdir ki, bu da Ramazanın səndən qəbul olması əlamətlərindəndir. Yəni bir insan Ramazandan çıxırsa və salih əməllərini artırırsa və salih əməllərində davamlı olursa, Ramazanın ondan qəbul olunmasının əlamətidir. Əksi də əksinin əlamətdir, Allah qorusun. Yəni bir insan Ramazandan çıxırsa, daha pis bir hala, daha günahkar bir hala, Allah qorusun, onun əksinin əlamətdir. Yox, amma əgər daha gözəl hala çıxırsa, ibadətlərində davamlı hala çıxırsa, Ramazanın ondan qəbul olunması əlamətidir. Eyni də Şəvval. Yəni Ramazandan sonra Şəvval orucunu da tutursa, bu onun xeyir üzərində olmasının, Ramazanın ondan qəbul olmasının əlamətidir. Şəvval orucu da 6 gündür, yəni sünnədə gələn və həmin 6 günü də istəsən, bayramdan bir gün sonra başlayıb 6 gün dalbadal tuta bilərsən ki, bu ən əfzəl olanıdır. Ancaq istəsən, fərqli günlərdə də tuta bilərsən və yaxud Şəvvalın ortasında, sonunda tuta bilərsən və yaxud da şərt deyil, davamlı tutasan. Bir gün tutub, bir gün buraxıb, 2 gün buraxıb, sonra yenə də davam edə bilərsən. Yəni bunda heç bir problem yoxdur. Əsas odur ki, Şəvval ayı ərzində həmin 6 gün oruc fürsətini qaçırmayasan. Və həmçinin də Şəvval orucu fərz namazın sünnəsi kimidir. Məsələn ki, fərz namazlarda özündən əvvəl sünnə olur və sonra sünnə olur. Şəvval orucu da elədir. Yəni sünnə ibadətlər fərz ibadətlərində olan xətaları, günahları ört-bastır eləyir, düzdür? Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qiyamət günü qula əmr olunar ki, namaz qıl. Namazın xətalar olarsa, istənilər ki, sünnə ibadətləri varmı? Sünnə ibadətləri, namazları varsa, həmin fərzdə olan xətalar ört-bastır olunar və imtahandan keçmiş sayılar əks halda sayılmaz. Eyni ilə də Ramazan orucu belə. Ramazan orucunda, Ramazan ərzində günahlarımız varsa, oruclarda xətalar varsa, oruclarda nəyisə doğru eləməmişiksə, yəni sünnə oruçları, Şəvval orucu da bu xətaların örtülməsinə, bu günahların örtülməsinə bir səbəbdir. Allah razı olsun mənim. Və belə əziz izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik və Ramazan ayı da artıq bizə vəda edir. Unutmayaq ki, bizim ibadətlərimiz, Rəbbimizə olan qulluğumuz yalnız Ramazan ayına aid deyil. Ramazandan kənar da biz aləmlərin Rəbbi olan Allaha qulluğumuzu layiqincə göstərməyə çalışmalıyıq. Sağ olun, salamat qalın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.